Bugünkü videomuzda ümrənin necə edilmə qaydasını müxtəsər olaraq zikr edəcəyik. Çox müsəlmanlar bu haqda sual verirlər. Ümrə necə olur, rükunları, vacibi, sünnələri nədir və s. Bugün inşallah sizlərə qısa olaraq məlumatlar verəcəyik Allah izniyle. Deməli, ümrə nədir? Ümrə Allah Teala'nın evini ziyarətə qəsd etmək deməkdir. Biz niyət edirik ki, gedək Allah Teala'nın evini ziyarət edək. Bu ümrənin açıqlamasıdır. Deməli, ümrənin var rükunları, var vacibi, var sünnələri, var ümrədə qadağan olunan əməllər. Biz rükunlardan başlayacağıq, sünnələrə isə hər bir yerində onlara toxunacaq Allah Teala'nın izniyle. Deməli, ümrənin 3 rukunu var. Birinci rukun niyyət etməkdir. Və niyyət etmək miqatlarda olur. Yəni Kəbəyə gedən yolda. Oralarda hər bir bölgənin öz miqatı var. Misal olaraq Mədinənin öz miqatı. Bugün biz Mədinə miqatındayıq. Buraya Zülhüleyfə deyilir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buraya gələrək burada zöhr namazını qılır, sonra 2 rükət namaz qılır, burada niyyət edərək ümrəyə, Kəbəyə tərəf üz tutur. Və elənsənə də digər bölgələrin öz miqatı var. İraqdan gələnlərin, Şamdan gələnlərin, Yəməndən gələnlərin və s. Yəni miqatlar dayanacaq yerləri deməkdir və şəriətdə ümrənin rükunlarında isə mənası miqat yerində niyyət edib ehrama girirsən. Ehrama girmək nə deməkdir? Ehrama girmək ancaq bu paltarı geymək mənasında demək deyil. Yəni bu paltar sadəcə ümrə edərkən tikili paltar olmaz üzərində, istər ayaqqabı, istənilən tikili paltar olmaz deyə bu şeylərdən istifadə olunur. Bunları başqa şeylərdən də əvəz edə bilərsən, əl-mühim üzərində tikiliş bir şey olmasın deyə. Və ehrama girmək də o deməkdir ki, sənə bəzi əməllər haram olur. Mənası budur. Təbii ki, bu anlaşılması üçün bunu da bu cür istifadə edirik ki, bu da bir ehramdandır. Ümrəyə niyyət edib ehrama girdikdən sonra bəzi əməlləri etmək qadağan olur. Məsələn, dırnaqları kəsmək, bədəninin hər hansı bir yerindən tük götürmək, ətirlənmək, ətir qoxular istifadə etmək, nicah eləmək, yoldaşı ilə yaxınlıq etmək, bu kimi şeylər etmək qadağan olur. Daha ki, ehramdan çıxana qədər. Ehramdan da vacibi yerinə yetirdikdə artıq çıxılır. Yəni, saçından tük götürdükdə. Saçından tük götürdüm, artıq bu şeyləri etmək icazəli olur. Və Məkkəyə gələnə qədər burada zikr var və bu zikri demək sünnədir. Və bu zikr belədir. Ləbbeyk, Allahumma ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Bu zikri daha Kəbəyi görənə qədər demək sünnədir. Deməli dostlar, artıq Kəbənin yanına gəldikdə, bax, burası Yəmən küncü, Yəmən rukunu deyilir. Burası da Həcərül Əsvəd və tavaf Həcərül Əsvəd küncündən, rukunundan başlayır. Artıq buradan başlayaraq 7 tavaf edirsiniz. Hər tavafda da əlinizi qaldıraraq Allahu Ekber, Bismillah, Allahu Ekber deyirsiniz. Ve bu rukunu tapmağın asan yolu da gördüğünüz kimi burada ışık var.
işıq qoyublar hər mərtəbədən. Və baxırsınız bu işıq hansı küncə baxırsa, hansı küncdən üzbəyüzdürsə, orada təkbir gətirib təvafınıza başlayırsınız Allahın izni ilə. Və 7-ci təvafda isə təkbiri demirsiniz. Bu beləncə təvafı tamamlayırsınız. Və Həcərül Əsvəd küncünü də, yəni Qaradaş küncünü belə də tapa bilərsiniz. Düz qapının böyrü. Kəbənin qapısının düz sol tərəfi bu küncə təkbir gətirərək tavafınızı başlayırsınız. Təvaf edərkən sağ çiyinləri açıq qoymaq, bu da sünnədir kişilər üçün. Sağ çiyinlərini açıq qoymaq, yalnız təvafda hökmü sünnədir. Deməli, bu künc Yəmən küncüdür və Yəmən küncündən sonra da təvafın başlanğıcı küncü gəlir, yəni Həcərül Əsvəd. Bunun da dedi işarəsi buradadır. Yəmən küncündən Həcərül Əsvəd küncünə qədər Rabbənə ətinə fid-dünya həsənətən və fil-əxirət həsənətən və qinə əzəbənlər. Bu zikri eləmək sünnədir. Bu iki künc arasında bu zikirləri etmək sünnədir. Gördüyünüz bu qızıl rəngli olan İbrahim məqamıdır burası. Bu kümbəz İbrahim məqamıdır. Burada yəni tavafı bitirdikdən sonra bunun arxasında, yəni bu tərəfdə, bunun arxa tərəfində 2 rükət namaz qılmaq da sünnədir. Deməli, burası Safa dağıdır və dedik ki, ümrənin 3-cü ruku səy etmək, yəni Səfa və Mərva dağı arasında səy edirik və Səfədə başlayırıq, Mərvədə bitiririk. Deməli, birinci səy 1 sayılır, yəni 7 səy edirik. Birinci 1 sayılır, geri gəldikdə 2 sayılır. Yəni Səfədə başlayırıq, birinci səyimizi Mərvada bitiririk. Və Səfa Mərva dağına gəldikdə isə burada sünnə olan zikirlər var. Safa dağına gəldikdə orada bu zikri 3 dəfə edirsiniz. La ilahə illallahu vəhdəhu la şərikə ləh, ləhul mulk və ləhul həmd və huvə alə kulli şeyin qadir. La ilahə illallahu vəhdəh, əncəzə və'dəh və nəsərə əbədah və həzəməl əhzəbə vəhdəh. Bu zikri 3 dəfə edirsiniz və hər birinin arasında dua edirsiniz. Yəni bu zikri edib və sonra Allahdan istədiyinizi istəyirsiniz. Və beləliklə hər dəfə Safa dağına gəldikdə 3 dəfə deyib duanızı edirsiniz. Elə də Mərvə dağına çatdıqda yenə də bu duanı 3 dəfə oxuyub, hər üçünün də arasında Allahdan istəklərinizi istəyirsiniz. Və bu da sünnədir. Səfa, Mərva dağında bu zikri etmək, bu zikrin arasında dualar etmək sünnədir. Bu zikri edib arasında dualarınızı edərək 3 dəfə təkrar edirsiniz. Bu zikirdən sonra istədiyiniz duayı ya Kəbəyə yönələrək, önümüzdə Kəbə var, Kəbəyə yönələrək və yaxud da hər hansı bir tərəfə duraraq öz zikrinizi edirsiniz, duanızı edirsiniz və hər bir dağa çatdıqda bunu etmək sünnədir. Bura artıq səy yeridir, Səfadan Mərvəyə səy olunur. Bu gördüyünüz işıqlar səydə hərəkəti hızlandırmağı göstərir. Yəni burada sürətli yerimək və yaxud da qaçmaq, bu da sünnə olan əməllərdəndir. Ümumiyyətlə səy edərkən, təvaf edərkən, hər hansı bir şeydə istədiyiniz zikirləri, duaları edə bilərsiniz. Ürəyinizdən keçən duaları, zikirləri edə bilərsiniz. Sünnə olanların bəzilərini zikr edirik və ümumiyyətlə istədiyiniz duaları, zikirləri edə bilərsiniz. Dostlar, dedik ki, ümrənin bir vacibi var. O da saçını kəsməkdir. Yəni, saçı kəsdikdən sonra artıq ehramdan çıxmış olursan. Yəni, sənə qadağan olunan əməllər artıq halal olmuş olur. Evlənmək, nicah kəsmək, yaxınlıq etmək, dırnaq kəsmək, bədənindən tük etmək, o eləmək, bu kimi şeylər artıq nə olur? Halal olmuş olur. Və saçı kəsmək də ən axırıncıdır, ən axırıncıdır. Yəni, qadağan
olmuş əməllərdən çəkinirsən, sünnələrini yerinə yetirirsən, rukunları yerinə yetirirsən, sonra axırıncı nə gəlir? Bir dənə vacib qalır, o da saçını kəsmək. Və saçı kəsmək də iki cürdür. Ya təmiz götürmək, yəni keçəl formada saçı kəsmək və yaxud da saçın hər tərəfindən az bir şey götürmək. Bu ikisi də icazəlidir. Artıq saçından tük götürdünmü, artıq bu vacibi də yerinə yetirmiş olursan. Barakallahu fik. لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا